Bismillahirrahmanirrahim. Növbəti dərs Əş-şəfaə, şəfaət. Əş-şəfaətu müştəqqatun minəş-şəf'i əlləzi huvə diddil-vitr. Lüğəti mənası şəf' sözü mənasından götürülüb. Şəf' vitr sözünün əksidir. Vitr nə deməkdir? Tək, yek. Şəf' nədir? Vitrin əksi, yəni güc. Lüğəti mənası budur. Yaxşı. Başqa mənası nədir lüğəti mənalarından? Ət-təvassutu li ğeyr yecdibu mənfəə. Vasitə götürmək. Başqasına çatmaq üçün. Mənfəət məqsədi ilə. Əv bidəf'ül mədarra. Ya da ki, ziyanı özündən uzaqlaşdırmaq üçün, başqasına ulaşmaq üçün vasitə götürmək. Və məqsud bi şəfaəti huna hiyə şəfaətu ləti təkun yevmil qiyamə. Yaxşı, mövzumuzdakı şəfaət nə məqsədi daşıyır? Yəni, qiyamət günü baş verən şəfaət məsələsi. Və hiyə minəl umurul muttəfəq aleyhə ində əhl-i sünnəti vəl-cəmaə. Və şəfaət mövzusu əhl-i sünnə vəl-cəmaə etiqadına görə ittifaq olmuş məsələlərdəndir. Demək ki, heç kim şəfaəti inkar edəmir. Əhl-i sünnə vəl-cəmaədə. Əs-sələf-ü salih o kəsləri ki, vahabi ittihamı ilə adlandırırlar, güya ki, sələflər şəfaəti inkar edirlər. Xeyr, biz əhl-i sünnə, həqiqi əhl-i sünnə vəl-cəmaə, sələf-ü salih şəfaəti heç vaxt inkar eləməmişik. Biz sufilərin Allah ilə ədəbsizliyinə qarşı çıxmışıq. Çünki onlar şəfaəti istəyəndə Allahla ədəbsiz olurlar. Şəfaət Allah-u Teala'nın haqqıdır. İstədiyi quluna verir. Şəfaəti istəyəndə onu verəndən istəyərlər, veriləndən yox. Veriləndən ha vaxt istəyərlər, onun yanında olanda qiyamət günü. Şəfaət ona veriləndən sonra. Və əhl-i sünnə vəl-cəmaə nə deyir? Allahumma rzuq şəfaətə Muhammedin. Allahumma Həzrəti Muhammedin şəfaətinə nail et. Allahumma. Kibir ilk ədəb nədir burada? Çağıranda nə deyəcəksən? Allahumma. Deməyəcəksən ki, şəfaət səndən ya Rasulallah. Bu cürə şəfaəti, bu cürə üslubu biz əhl-i sünnə vəl-cəmaə qəbul edə bilmərik. Çünki bu Allah ilə ədəbsizlikdir. Quranın ədəblərindəndir ki, mütləq Allahın ismi zikr olunsun, Allah çağırılsın, Allah tələb olunsun, Allahdan istənilsin, cavablar da verən odur. Allahumma la təmna'na min şəfaəti seyyidi Muhammed, misal üçün. Allahumma, Həzrəti Muhammedin şəfaətindən bizi məhrum eləmə. Allahumma, əv Rabbənə rzuq şəfaətəhu, Rabbim onun şəfaətini bizə nail et, müvəffəq et. Bu cürə şəfaəti istəmək lazımdır. Əslində şəfaət məsələsini əhl-i sünnə vəl-cəmaə, sələf cəmaat hiçbir zaman inkar edilməmişdir. Yaxşı, bu böhtanın mənbəyi hardandır? Biri budur. İkinci mənbəyidəki dərsin içində gələcək. Yaxşı, əş-şəfaətü qismən, iki qismə bölünür. Və dərkə min haythu uruduha fin-nusus. Bu da nasda gəldiyinə görə. Nas da dedik nədir? Keçən dərslərdə Quran və sünnə və dəlil götürülən hər bir məsələ. Nas. Əl-əvvəl şəfaətu müsbətə. Deməli, şəfaət bizdə iki dənədir. İspat edən, şəfaəti ispat edən dəlillər və şəfaəti inkar edən dəlillər. Şəfaət-ü müsbətə hansıdır? Allah-u Teala buyurur, يَوْمَ اِذٍ لَا تَنْفَعُ الشَّفَاعَةُ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَانُ وَرَضِيَ لَهُ قَوْلًا. O gün heç bir şəfaət fayda verməz. Yalnız o kəslərdən başqa ki, Rəhmən ona izin verə və onun sözündən razı ola. Fikir verdiniz, burada şəfaətin dəlillərindən biridir. Və şəfaətul müsbətə hiyəlləti ictəməət şurutuha və şurutuha hiyyə. Müsbət olan şəfaət, ispat olmuş şəfaət hansıdır? Məhz o şəfaətdir ki, bütün şərtləri yerində olsun. Yaxşı. Onun şərtləri nədir? Hansı hallarda şəfaət sayılacaq, qəbul olunacaq və izin veriləcək? Birincisi, ridallahu anişşəfi'i. Birinci, Allah Cəllə Cəlaluhu kimə şəfaət izni verəcəksə ondan razı qalmalıdır. Misal üçün, Həzrəti Muhammedə şəfaət izni verəcək. Həzrəti Muhammeddən razıdır ki, ona verəcək. Misal üçün. Və yaxud da ki, salih qullarına şəfaət izni verəcək. Salih qullarına razıdır, o zaman onlara şəfaət izni verəcək. Düzdürmü? Misal üçün, يَوْمِ إِذٍ لَا تَنْفَعُ الشَّفَاعَةُ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَانُ وَرَضِيَ لَهُ قَوْلًا. Yuxarıda gətirdiyimiz ayət buna dəlildir. İkinci şərti nədir? Radiyallahu anil məşfu'lə. Həmçinin Allah kimin üçün şəfaət olunacaq ondan da razı olmalıdır. Misal üçün, Həzrəti Muhammed sallallahu aleyhi ve sellem şəfaət edəndir. Ona şəfaət izni verildi çünki Allah ondan razı oldu. Bir də Allah Rasulü kimə şəfaət edəcəksə ondan da Allah razı olmalıdır. Həzrət Muhammed yalnız tövhid əhlinə şəfaət verəcək çünki Allah tövhid əhlinə şəfaət verməsinə razıdır.
Aydındır misal. Və la yeşfə'unə illə limən irtəza ayəti buna misaldır. Əl-Ənbiya 28-ci ayət. Buradakı ayətdə və la yeşfə'unə illə limən irtəza. Mələklər şəfaət edə bilməzlər. Yalnız Allahın razı qaldığı kəsə şəfaət edə bilərlər. Və radiyallahu yəkun li əhli təvhid. Fil hadisi Əbi Hurayrata radiyallahu anhu ənnə nəbiyyə sallallahu aleyhi və səlləmə qal لكل نبي دعوة مستجابة فتعجل كل نبي دعوته وإني أخبأت دعوتي شفاعة لأمتي يوم القيامة. Və hədislərdə göstərilən kimi şəfaət tövhid əhlinə xasdır. Yəni sən şərik qoşma Allaha. Allah qorusun. Və Əbi Hüreyrə, Allah ondan razı olsun, Allah Resulü sallallahu aleyhi ve sellemdən belə rəvayət edir. Hər bir peyğəmbərin müstəcəb olan duası var. Onlar öz dualarını tələb elədilər. Yəni dünyadaykən tələsdilər və tələb elədilər. Və mən öz duamı neynədim? Təxirə saldım, gizlətdim. Hansı günə? Axirət günə. Nə istədi Allah Resulü sallallahu aleyhi ve sellem o duasında? Ona şəfaət izni verilsin ümməti üçün qiyamət günü. Fəhiyyə nailətun inşəallah. Və mən ona nail olacağım Allahın izni ilə deyir Allah Resulü sallallahu aleyhi ve sellem. Mən mətə min ümməti la yüşriku billahi şeyə. Kim üçün şəfaət etməyə nail olacağım? Mənim ümmətimdən Allaha şərik qoşmayan hər kəsə. Aydındır? Hədis İmam Müslim tərəfindən rəvayət olmuşdur. وَاِسْتَثْنَ مِنْ هَذَا الشَّرْطِ اَعْنِي رَضِيَ اللّٰهُ عَنْهُ عَنِ الْمَشْفُعِ لَهُ حَالَتًا. Yaxşı, məşfu' ləhu kimin üçün şəfaət olacağı onlar iki qismə bölünür. Bunun iki məsələsi, iki halı var. Əl-ulə nədir? Fi faslil qadai hinə yəzhəbun nəsi iləl-ənbiyyə liyüşfə' ləhum fi faslil qadai fəyəşfə'u ləhum nəbiyyinə sallallahu aleyhi ve sellem fəyədxulu fi həzi şəfaətu cəmi'in nəsi və minhum əl-kuffar. Birinci fasl qada, yəni hökm kəsilən gün, qiyamət günü. O zaman ki insanlar peyğəmbərlərin yanına şəfaət tələbi niyyəti ilə gedəcəklər və o zaman onlar bizim peyğəmbərimizin sallallahu aleyhi ve sellemin yanına sonuç olaraq gəlib çatacaq şəfaət üçün və bu şəfaətin içinə daxil olacaq. Fikir verin. Bizim ümmət və bütün ümmətlər, yəni kafirlər də bu şəfaəti tələb eləyəcəklər. Söhbət hansı kafirlərdən gedir? Kafirlərə şəfaət yoxdur, siz bilirsiniz bunu. Heç bir kafirə şəfaət yoxdur. İstisna bir dənə kafir xas bir şəfaətə nail olacaq. O da kimdir? Peyğəmbər sallallahu aleyhi ve sellemin əmsi Əbi Talib. Əl-thani fi haqqil ammin Nəbi sallallahu aleyhi ve sellem. Əbi Talib istisna adamdır ki ona şəfaət ediləcək. Cəhənnəmdən çıxmaq üçün yox. Xeyr, o əbədi cəhənnəmdədir çünki müşrik kimi öldüyünə görə. Yalnız nədir? Əzabı xəfifləndiriləcək. Üçüncü məsələ. İznilləhi bi şəfaə. Allahın şəfaət izni. Dəlil. Mən zəlləzi yeşfə'u indəhu illə bi izni. Əl-Bəqara surəsi Ayətül Kürsüdə. 255-ci ayətdə. Onun izni olmadan, onun indində kim şəfaət edə bilər? Qalə İmam İbn-i Qayyim rahiməhullah, la şəfaətə illə bi izni. İmam İbn-i Qayyim nə deyir? Onun izni olmadan şəfaət yoxdur. Və la yəzənu illə limən radi. Razı olmadığı kəsə də şəfaət izni vermir. Qavluhu və əməluhu və la yarda minəl qavli və la əməli illə təvhidəhu. O da izin verir o kəsdən ki, onun sözündən və əməlindən razıdır. Sözü və əməli qəbul olması üçün də həmin insanın tövhid əhli olması lazımdır. Və ittiba' rasuləhu, həmçinin həmin insan həmin peyğəmbərinə ittiba eləməlidir, yəni Həzrəti Muhammed sallallahu aleyhi ve sellemə. Mədərc-i Sərikin 1-ci kitab 341-ci səhifədə tapı bilərsiniz. Və hədə dəlil əm yəcmə'u şurutə thələthə və bu ümumi dəlildir. İndi gətirəcəyim bu dəlil. Bu ayətdə Ən-Nəcm 26-cı ayətdə 3 şərtin 3-ü də cəm olub. Və kəm min mələkin fis-səməvəti lə tuni şəfə'atuhum şeyən illə. Neçə mələklər var ki, göydə şəfaəti heç bir fayda verməz. Yalnız min ba'di ən yəzənəllah. Allah izin verəndən sonra limən yəşə, kimə izin verərsə və yardıla və kimdən razı olarsa. Deməli, bu ayətdə, Nəcm 26-cı ayətdə şəfaətin 3 şərti 3-ü də hasil olub. Əfən, ikinci məsələ, şəfaətu ən mənfiyyə. İnkar olunmuş şəfaət, nəfi olunmuş şəfaət, etiraz olunmuş şəfaət. Bu da hansıdır? Qal Allah Teala və la yuqbalu minhə şəfaətun. Allah-u Teala buyurur ki, Quran-ı Kərimdə onlardan şəfaət qəbul edilməz. Demək, Quran-ı Kərimin dəlilləri həm şəfaəti ispat edir, həm inkar edir. İndi bunun arasını cəm eləyək. Əslində şəfaət ittifaq olunmuş bir şəkildə qəbul olunur. Heç kim bunu inkar eləmir. Sadəcə burada kimə qəbul olunur şəfaət, kimə qəbul olunmur söhbət var. Ona görə də
dərsin əvvəlində qeyd elədiyim həmin bu böhtan ki, güya ki, sələf-i salih, Vahabi ittihamı ilə adlandırılmış bu cəmaat güya ki, şəfaəti inkar edir. Şəfaəti inkar eləmir. Sadəcə olaraq Əhlüsünnə vəl Cəmaət Quran-ı Kərimdə mənfi və müsbət dəlilləri cəm eləyən şəfaət mövzusuna girdiyinə görə onlar da ki, avam şeydilər, bilmirlər. Yəni Quran-ı Kərimdə bir dəlillər şəfaəti isbat, bir dəlillər şəfaəti neyinir? İnkar edir. Əslində inkar eləmir, sadəcə o, bəzi sinif insanlara şəfaətdən məhrum olması haqqında xəbər verir. Bəs bu cürə şəfaət, bəli, Quran-ı Kərimdə inkar olunmuş şəfaətlərdən sayılır. وَهِيَ الَّتِي اِنْتَفَأَتْ فِيهَا أَحَدُ الشُّرُوطُ الثَّلَاثَةِ Bu da necə olur? Şəfaətin 3 şərtindən biri yoxa çıxanda şəfaət avtomatik olur, qadağan olur. Kəşşəfi' bidun iznillah. Necə ki, kimsə şəfaət vermək istəyir və Allahın buna izni yoxdur. Bu şəfaət mümkün deyil. Əv şəfaət fil kuffar və yaxud da ki, kafirlərə şəfaət eləmək istəsən, mümkün deyil. Bu şəfaət qəbul olmaz. Əv kəlləti tatlubu min qeyrillah ya da ki, Allahdan başqasından şəfaət istəyirsən. Filan kəs səndən, mədəd filan kəs səndən, şəfaət filan kəs səndən. Bu cürə şəfaət düzgün deyil. Niyə görə? Çünki Allahdan istənməli, Allahın izni olmalıdır və Allah Teala şəfaət edilənə və edənə izin verməli və razı olmalı sözündən və əməlindən. Şərtlər, Dəlil də nədir? Qul lillahi şəfaatu cəmi'a. De, bütün şəfaət Allaha məxsusdur. Əz-Zumar 44-cü ayətdə bu məsələni mulaxas şəkildə izah edir. Deməli, şəfaət nədir? Quran-ı Kərimdə və sünnədə sabitdir bu şərtlərlə. Mənhum şüfa'a. Şəfaət edənlər kimlərdir? Asnafu şüfa'a thələtə. 3 sinifdilər onlar. El-mələikətü vəl-ənbiyə vəl-mü'minun. Mələklər, peyğəmbərlər və möminlər. Fəfil hadithi ənəllah təbarəkə və teala yəqul şəfa'atil mələikətü və şəfa'atil nəbiyyunə və şəfa'al mü'minunə və ləm yəbqə illə arhamər rahimin. İmam Müslimin, yəni səhih hədisdə gəlilən kimi Allah Cəllə Cəlaluhu təbarəkə və teala buyurur ki, mələklərim şəfaət elədi, peyğəmbərlərim şəfaət elədi, möminlərim şəfaət elədi. Şəfaət edən, yəni ən rəhimlilərin rəhimlisinin şəfaəti qaldı. Bu hədis çox uzun hədisdir və burada xavaricilər üçün güclü rəddiyə var bu hədisdə. Çünki hədisin ardından qulasında görəcəksiniz ki, gör burada nələr baş verir. Və əmməl mü'minunə fəqad cəə ət-tənsisu alə asnaf minhum bi ennəhum yəşfəunə və minhum. Deməli, möminlərin də şəfaət etməsi haqqında dəlillər gəlib və onların neçə sinifdən ibarət olması haqqında mövzuya girəndə görəcəksiniz. Əş-şühədə fəqad qalə Nəbi sallallahu aleyhi ve sellem şəhidi indəllahi sittətə xisal. Həmin insanlardan, adi insanlardan da şəfaət verənlərdən də biri şəhidlərdir. Allah Resulü sallallahu aleyhi ve sellem şəhidlər haqqında şəhidin Allah qatında 6 xisləti, 6 sifəti, keyfiyyəti var. Onlardan da bir nədir? Və işfə'u fi 70 min əqaribih və öz yəni qohum əqrabalarından 70 nəfərə şəfaət vermək iqtidarı verilir şəhidə. Bu da onun fəzilətidir. Yaxşı. Avlad-ı müminin, möminlərin övladları. Subhanallah. Körpə balalar. Yəni, həddi buluğa çatmadan ölən körpələr. Ona görə burada təsəlli və müjdə var. Uşaqlarını vaxtından tez itirənlər üçün o qardaşlar ki, uşaqları hansı bir qəzada, fəlakətdə və yaxud da ki, uşaq körpəkən öldü, həlak oldu. İnşallah onlar üçün bu hədis çox böyük təsəlli olacaq. Möminlərin uşaqları. Şərt burada nədir? Sən mömin olmalısan ki, uşağın da sənə şəfaət eləsin. Sən mömin deyilsənsə, uşağın sənə şəfaət verilməsi icazə verilməyəcək. Söhbətə bax. Allahu akbar. Qalə, yəni fil hadis, ənə Nəbi sallallahu aleyhi ve sellem qal, səğarəhum duamis əl-cənnə, yətələqqa əhəduhum əbəhum. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, kiçik uşaqlar cənnətdəki duamislərdir. Duamis sözünün şərhi gəlir ki, zəli var ya, zəli, o insan xəstələnəndə onun bədən üzvlərinə yapışdırırlar, qanı sormaq üçün. Bildiniz də su heyvanı. Duamis kimidir? Zəli kimi yapışır. Sağayruhum duamisul cənnə, yəltəqi əhəduhum əbəvah, əv əbah. Rivayətdə də gəlir ki, onlardan biri öz atasına yapışır. Digər rivayətdə atasından və anasından yapışır. Necə yapışır? Duamisil cənnə. Onlar duamisil cənnədir. Duamisil burada gəlir ki, şərhində zəli kimi yapışır. O zəli heyvanlar olur, insana yapışırlar, bıraxmırlar insanı. Fəxudu bithawbihi, atasının ətəyindən tutur, paltarından tutur. Əv qalə biyedihi, əlindən tutur. Fələ yətənəhi, əv qalə fələ yəntəhi, həttə yudxiləhullahu və əbəvahul cənnə. Deyir, ta ki atasını ya da ki ata-anasını cənnətə salmayana kimi əl çəkmir. Dartır onun ətəyindən, əlindən. Allah-u Akbar.
Enva-u şefaatil məqbulə, qəbul olan şəfaatin növləri. Əş-şəfaatil varidə fil nusus minhə mə yaxtassu bihi aleyhissalatu vesselam. Deməli, kitab və sünnədən nusus deyirlər də buna. Şəfaatlər haqqında müxtəlif xəbərlər gəlir. Onlardan bəziləri Allah Rasulü sallallahu aleyhi və səlləmə xasdır. Və minhə mə yəkunə ammən ləhu və li qeyrihi. Bəziləri ümumüdür və bəziləri xüsusudur. Allah Rasulü sallallahu aleyhi və səlləm üçün və başqaları üçün. Yaxşı. من الشفاعة وفي بعض تلك الشفاعات خلاف هل هي عامة أو خاص. Yaxşı, bəzi şəfaət növləri var ki, orada xilaf var elm əhli arasında. Xastır, yoxsa ümumüdür, hamiyyətdir. Fəqad əcmə' əhlül ilmi ənə lin-nəbi sallallahu aleyhi və səlləmə thələtə şəfaatin xassa bihi. Elm əhli icma ediblər. Yəni, yetkin qərara gəliblər ki, Allah Rasulü sallallahu aleyhi və səlləm şəfaatin 3 çeşidində, növündə nədir? Xüsusi xarakter daşıyır, yəni ona xasdır. Əş-şəfaatul ulə, əş-şəfaatul xassa və hiyəl məqamul məhmud. Birinci, Allah Rasulü sallallahu aleyhi və səlləmin özünə edilən şəfaət, ona xas olan şəfaət nədir? Məqamul məhmud. Məhmud məqamı. Nədir bu məqamul məhmud? Əsə ən yəb'ətəkə rabbukə məqamın məhmudə ayət-i kərimədəki kimi ola bilsin, ümid edilir ki, Rəbbin sənə məhmud məqamını verə. Və hədi şəfaatu hiyyə fi faslil qada əl-cəmi' xəlaiq. Bu elə bir şəfaətdir ki, ora qalxan insan, təbii ki, peyğəmbər, ora seçilmiş peyğəmbər, artıq bütün məxluqatın şəfaəti ilə məşğuldur. Bütün məxluqatın. İnsanların, cinlərin, təsəvvürün, bütün yəni ümmətlərin şəfaətinə məhz o təbəqəyə qalxan insan, peyğəmbər, yəni layiq olur. Heynə eştəddü bihim əl-məvqif فعن أبي هريرة رضي الله عنه أن النبي صلى الله عليه وسلم قال يجمع الله الناس الأولين والآخرين في سعيد واحد. Hədis çox böyük hədisdir. Hədis İmam Əbu Hüreyrənin hədisidir. Və xatırladıram ki, hədis elhamdülillah səhih Müslimdə gəlib. Əbu Hüreyrə deyir ki, Allah Rasulü sallallahu aleyhi ve sellem belə buyurdu. Allahu Teala bütün insanları cəm edir. Əvvəlkiləri və axırdakıları bir insanın qəlbi kimi, yəni hamısı eşidirlər, onları çağıranı və baxırlar. Sonra da günəş onların başı üzərlərində endilir və insanları böyük bir hüzün və kədər bürür. Və lə yəhtemilun və bunu artıq onlar nədir? Bu hüznü, kərbi daşıya bilmirlər və deyirlər ki, fəyəqulun nəs ələ tərəvnə mə qad bələğakum. İnsanlar deyir ki, məyər görmürsünüz ki, siz nə hala düşmürsünüz? Ələ tandurunə mən yeşfəaləkum. Məyər düşünmürsünüz ki, kimsə şəfaət edə bilər? Fəyəqulu ba'dun nəs li ba'd. Biri digərlərinə deyir, insanların biri digərlərinə deyir ki, aleykum bi Adəm, Adəm aleyhissalamın yanına gedək. Fəyətun Adəm aleyhissalatüssəlam fəyəqulun ləhu əntə əbul bəşər və onun yanına gəlib, ey Adəm, sən bəşərin atasısan. Allah səni yaratdı biyədihi, əli ilə və nəfəxə fikə min ruhihi, öz ruhundan səni üfürdü və mələkləri sənə səcdə etməyə əmr etdi. Bizə şəfaət et Rəbbinin yanında. Ələ tara ilə mə nəhnu fihi, görmürsən biz nə haldayıq? Ələ tara ilə mə qad bələğənə, mər görmürsən biz nə haldayıq, nə hala gəlib çatmışıq? Fəyəqul Ədəm, nədir Ədəm? İnnə Rabbi qad qadabə əl-yevmə qadbən ləm yəqdab qabləhum mithləhu. Deyir ki, Rəbbim günlərin bir günü mənə qəzəbləndi, elə bir qəzəb ilə ki, nə bundan sonra, nə bundan qabaq belə qəzəblənməmişdi. Və ləm yəqdab ba'dəhu mithləhu və innəhu nəhəni anişşəcərəti fəasaytuhu nəfsi, nəfsi, nəfsi. O məni ağaca yaxınlaşmağa mən etmişdi və mən ona asi oldum. Nəfsim, nəfsim, nəfsim deyə. Gedin ilə qeyri, izhəbu ilə qeyri, izhəbu ilə Nuh. Məndən başqasına gedin, Nuhun yanına gedin. Və Nuhun yanına gələcəklər. Ya Nuh, innəkə əntə əvvəlur rusul ilə əhlil ardı. Yer üzərinə göndərmiş ilk elçisən, ey Nuh. Və qad səmməkə Allah abdən şəkura. Allah səni abdən şəkura, şükür edən qul adlandırıb. İşfə'lənə ilə Rabbikə. Bizə şəfaət elə Rəbbinin yanında. Görmürsənmi biz nə halda, görmürsənmi biz nələr çəkirik? Və Nuh aleyhissalam nə deyəcək? İnnə Rabbi azze və cəl qad qadabəl yevmə qadban əv qadabən ləm yəqdab qabləhu misləhu və ləm yəqdab ba'dəhu misləhu. Rəbbim azze və cəl bir gün mənə qəzəbləndi. Elə bir qəzəb ilə nə bundan qabaq, nə bundan sonra belə qəzəblənmədi artıq. Və innəhu qad kənət li də'vətun. Və mənə icabət verilən bir dua verilmişdi və mən öz qövmümün həlak olmasını istədim. Nəfsi, 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 nəfsim, nəfsim, nəfsim deyə buyuraq. Sonra gedin məndən başqasının yanına və izhəbu ilə İbrahim deyəcək. İbrahim aleyhissalamın yanına gedin. Və İbrahim aleyhissalamın yanına gələndə, ya İbrahim əntə nəbiyyəllah və xalilu. Sən Allahın elçisi və sevimli xəlil dostusan.
yer üzərində seçilmiş. İşfa' lana ilə rabbika, Rabbinin yanında bizə şəfaət et. Feyəqulu ləhum inna rabbi qad ghadaba al-yawma ghadban. İbrahim əleyhissalam deyəcək ki, Rəbbim bir gün mənə qəzəbləndi. Elə bir qəzəblə ki, nə bundan qabaq, nə bundan sonra bu qədər qəzəblənməmişdi. 3 dəfə yalan danışmağa məcbur oldum. Və bu Əbu Hayyan rivayətində bu 3 dənə yalan danışma məsələsi İbrahim əleyhissalamın bu məsələsi təbii ki zikr olunur. Nəfsi öz nəfsini çağıraraqdır, başqasının yanına gedir və Musanın yanına göndərir onları. Fəyətun Musa fəyəquluna ya Musa əntə Rasulallahi və fadluka və faddaləkəllahu bi risalətihi və bi kəlamihi alən-nas. Ey Musa, sən Allahın kəlim qulusan, sən Allahın elçisisən, səni risalə ilə və kəlamı ilə şərəfləndirdi. Bizə şəfaət elə Rəbbinin yanında. Mər görmürsənmi biz nə haldayıq? Mər görmürsənmi biz nələr çəkirik? Və Musa əleyhissalam deyəcək ki, Rəbbim mənə bir gün qəzəbləndi. Elə bir qəzəblə ki, nə bundan qabaq, nə bundan sonra belə qəzəblənməmişdi. Mənə əmr olunmamış bir kəsi öldürdüm. Çıxın gedin mənim yanımdan. Nəfsi, gedin İsa'nın yanına, İsa'nın yanına göndərəcək onları. Və İsa'nın yanına gələndə, ya İsa əntə Rasulallahi və kəlimətu əlqah ilə Məryəmə və ruhun min. Ey İsa, sən Allahın elçisisən, Allah təala səni danışdırdı. Və Allah təala səni Məryəmin bətnində ruhu üfürərəkdən səni yaratdı. Allahın kəliməsisən. Və kəlləmtən nəsə fil məhdi sabiyyən, insanları öz, yəni körpə ikən danışdırdın onu öz yatağında insanlara. Bilirsiniz ki, bu mövzu baş vermişdi. Yəni İsa əleyhissalam öz yatağında körpə ikən bir aşı danışır. İşfa' lana ələ tara ilə mə nəhnu fihi. Bizə şəfaət elə. Görmürsənmi biz nə haldayıq? Fəyəqulu İsa inna rabbi qad ghadaba al-yawma ghadban. Eyni sözü İsa əleyhissalam deyəcək. Ancaq bu hədisdə onun günahı haqqında heç bir xəbər gəlmir və zikr eləməyəcək günahını və deyəcək ki, nəfsi, gedin Muhammedin yanına. İzhəbu ilə Muhammedin sallallahu aleyhi və səlləmə fəyətuna Muhammeden sallallahu aleyhi və səlləmə. Onun yanına gələndə, ya Muhammed, əntə Rasulallahi. Bunlar kimdir? Bütün ümmətlər. Ya Muhammed, əntə Rasulallahi və xatəməl ənbiyyə və qad ğafarallahu ləkə mə təqaddəmə min zəmbikə və mə təəxxara. Bütün keçmiş və günahları bağışlanan sənsən ey Muhammed. Allahın sevimli qulusan, peyğəmbərisən. Görmürsənmi biz nə haldayıq? Görmürsənmi bizə nələr belə şikayət edəcəklər və şəfaət ver tələb onunda. Fantalaqa fəətə təhtəl arşi fəaqa. Deyir ki, fəəti təhtəl arşi fəaqa səcidən ya Rabbi. Deyir ki, və Allah Resulü sallallahu aleyhi ve sellem insanların bu tələbatını götürüb neyəcək? Arşın yanına gəlib Rəbbinə səcdə qılacaq. Əzzə və cəl, thümmə yəftəhallahu aleyyə min məhəmədi. Mən deyir Allaha, Rəbbimə səcdə qılanda Allah təala mənə elə bir tərif və sənalar öyrədəcək ki, heç bir insan yer üzündə bundan qabaq bu tərif və sənalar ilə Allahı çağırmamışdı, bu tərif və sənaları bilmirdi. Allah təala ona ilham edəcək səcdədə. Çünki subhanallah, Allah təalanın qəzəb günüdür, qiyamət günü, əzab günüdür, hesab günüdür. Allah sabırdır, səbr eləmişdi zalimların, məzlumlara elədiklərinə milyonlarla il və ümumən Allah təalanın onları cəzalandırdığı gündür. Allahın qəzəbini söndürmək üçün Allahı insanlara doğru bir şəkildə təbliğ etmək lazımdır. Və Allah təala Ərhəmur Rahimidir. Onun rəhməti qəzəbinə qalib gəlib. Subhanallah. Peyğəmbər sallallahu əleyhi və səlləmə öyrədəcək nə etmək lazımdır. Gələcək arşının altında Rəbbinə səcdə edəndə Rəbbi ona Allaha yaxınlaşmaq üçün kömək edəcək. Allah Peyğəmbərinə özünə yaxınlaşmaq üçün kömək edəcək. Ona elə bir tərif və sənalar öyrədəcək ki, heç bir insana bu tərif və sənalar heç bir zaman açılmamışdır. Allah təalanın isimləri ilə çağıracaq. Elə həm sənalar gətirəcək, elə həmdlər, təriflər edəcək ki, Allah təalanın qəzəbini söndürmək üçün. Allahu Akbar. Allah təalanın şəfaətinə nail olmaq üçün. Çünki Allah o Allah deyildi ki, söyülsün o zaman ki, Allah özünə övlad götürdü sözünü deməklə Rəbbini söydülər. Çünki o Allah tərifə layiq olan Allahdır. Deyilməməli idi Rəbbin yalan danışdı o zamanki qiyaməti və həşiri və insan öləndən sonra dilməyi inkar eləməklə Rəbbinə bunu deyənlər. Bu qəzəbi söndürmək üçün Allah təala bunu Peyğəmbərinə müvəffəq edəcək. Thumma yuqal ya Muhammed irfa' ra'sak. Sonra deyiləcək ey Muhammed başını qaldır, yəni səcdədə idi. Səl tu'ta, soruş, veriləcək. Veşfa' tushfa'. Şəfaət edildin, şəfaət et. Fərfa'u ra'si fəəqulu ümmeti ya Rab, ümmeti ya Rab. Və başımı qaldıracağım və deyəcəm ümmətim, ey Rəbbim, ümmətim, ey Rəbbim. Fəəqulu ya Muhammed ədxil min ümmətikə mən lə hisabə aleyhim minəl bəbil əymən. Ey Muhammed, sağ qapıdan ümmətimdən heç bir hesabı və əzabı olmayanları birinci daxil elə. Bunlar da kimdir? 70 min nəfər ki,
təvəkkülünü isbat elədilər. Tövhidin ən kamil sifətini qazandılar və Allaha heç bir şey şərik qoşmadan əmrləri yerində, Allah bizi onlardan eləsin, onları ilk cənnətə daxil edəcək Allah Cəllə Cəlaluhu. Və hum şuraka ən-nasi fīmā sivā zālika minəl-əbvāb. Və onlar insanlarla cənnətə daxil olan qapıların hamısında müştərəkdirlər. وجاء في حديث ابن عمر رضي الله عنه أن النبي صلى الله عليه وسلم قال إن الشمس تدنو يوم القيامة حتى يبلغ العرق نصف الأذن فبينهم كذلك استغاثوا بآدم. Həmçinin bu hədis başqa yollarla gəlib. Bu hədis də elhamdülillah İmam Buxarinin rivayətindədir. Yəni peyğəmbərlərdən şəfaət istənməsi və sonra Həzrət Muhammed sallallahu əleyhi və səlləmlə nəticələnməsi hədisi. İkinci şəfaət. الشفاعة لأهل الجنة في دخولها. جنة أهل الجنة داخل olması şefaati. فأهل الجنة لا يدخلون الجنة إلا بشفاعة النبي صلى الله عليه وسلم. Çünkü cennet ehli Resulullah sallallahu aleyhi ve sellem şefaatiyle cennete dahil olurlar. فعن أنس بن مالك أن النبي صلى الله عليه وسلم قال أنا أول الشفيع في الجنة. Ben cennete ilk şefaat edenem. Hadis İmam Müslim hadisi. Ve an Nebi sallallahu aleyhi ve sellem ennehu kal yecma'ullahu tebareke ve teala an-nase feyekulul mu'minun hatta tezleful lehumul cennete feyetun Adem feyekulun ya abana isteftih lena'l cenne feyekulu. Başka rivayette de hemin uzun hadisin misli gelip orada dedi ki ey Adem atamız cennetin kapısını bizim için aç. Ve hadis uzundu. Burada da hadiste ne dileyse bir sahibi derke izhabu ila İsa ahir kelamı da ele kurtarır. Sadece burada lafzda ne gelip bu lafzda bu İmam Müslim nəfsində cənnətin qapısını bizim üçün aç şəfaət istəyəcəklər. Burada da ki ehtimal olur ki nədir? Cənnət əhlidir. Cənnət əhlidir ki şəfaət tələb edirlər. Yəni bu hədisin ləfsi bizə göstərir ki insanlarla bərabər cənnətə layiq olanlar, Allahın rəhməti ilə layiq olanlar da cənnətin qapısını açmasını tələb edirlər. Şəfaətü thalitə, üçüncü şəfaət nədir? Şəfaəti li Əbi Talib. Allah Resulü sallallahu əleyhi və səlləm xas olan şəfaətdir ki, kafirlərdən yalnız birinə məxsus olan Əbi Talib. Öz əmsi Əbi Talib üçün şəfaət elədi. O zaman ki soruşulanda ki, səninlə bərabər həyəcanlandı, səninlə bərabər dözdü, səninlə bərabər istiraba məruz qaldı. Onun üçün bir şey elədinmi ey Rasulullah soruşulduğu zaman hədisdə dedi, hə, şəfaət etdim onun üçün. Onun əzabını nədir? Xəfiflətdirdilər. Və soruşulanda o hardadır? Qalə huva fi dahdah. O dahdahdadır. Dahdah nədir? Su qaynayanda və yaxud da ki, yağ qaynayanda onun üzərinə çıxan köpük, yəni Allah qorusun və yaxud da ki, torpaq qaynayanda üzərinə çıxan lavası, dahdah bu mənalara gəlir. Yəni cəhənnəmin lap üstündədir. Başqa rivayətdə də ona ayaqqabılar geyindiriliblər cəhənnəmin közündən və ondan beyni qaynayır və bu cəhənnəm əhlinin ən xəfif əzabıdır. Allah qorusun. Şəfaət burada nədən ibarətdir? Allah Resulü sallallahu əleyhi və səlləm hədisdə deyir ki, hədis də səhihdə gəlib. Əhvan əhlin nari əzabən Əbu Talib. Cəhənnəm əhlinin ən xəfif əzaba məruz qalanı Əbi Talibdir hədisdə. Hədis İmam Buxarinin hədisidir. Və başqa rivayətdə Allah Resulü sallallahu əleyhi və səlləm mən şəfaət etməsəydim cəhənnəmin lap dibinə atardılar deyə buyurur. Yaş kafirlər haqqında فَمَا لَنَا مِنْ شَافِعِينَ. Kafirlər haqqında Allah Teala buyurur ki, olan hekayəsini onlar deyəcəklər bizim üçün heç bir şəfaətçi yoxdur. Bəs bu məsələ necə həll eləyək? قال بعض الناس جاءت الآثار على أن الكفار لا يخرجون أحد من النار كما قال تعالى فما لنا من شاف وأما تخفيف فلم يأتي فيه شيء فهذا القول يلزم منه إمكان تخفيف العذاب عن غير أبي طالب فذوقوا فلن نزيدكم إلا عذابا. Dadın əzabınızı əzaba biz əzabdan başqa heç bir şey artırmarıq. Fələ yuxaffif anhumul əzab. O gün onların əzabı heç azalmaz. Yaxşı, bu dəlillərlə sünnə arasında tənaquz var, yəni ziddiyyət var, ziddiyyət yoxdur. Çünki söhbət gedir bütün kafirlərdən və onlar arasında bir dənə kafir istisnadır. İstisna hallarında bilsiz olur, bu qaydaya aiddir. Fəs-savab izin ənə şəfaətə fil kuffari mumtəni' mutlaqan. Deməli, səhih olan odur ki, bütün qaydalara görə, kitab və sünnəyə görə bütün kafirlər şəfaətdən məhrumdurlar, onlar şəfaətə nail olmazlar. Yalnız bir kafir istisnadır. O da ki, əzabı sadəcə olaraq xəfifləşdirilir, əzabdan qurtulmur. O da ki, Əbi Talibdir. Əş-şəfaətul muxtəlifə fi ba'dihə həl hiyyə əmmətun əv xassa. Deməli, bəzi şəfaətlər var ki, orada ixtilaf var. O xasdır, yoxsa ümumüdür. Şəfaətul ulə hansıdır? Zikrül cəmaət min uləmə ənə minə şəfaəti şəfaətu bi rəf'i əqvam min əhlil cənnə. Bəzi şəfaət növləri haqqında xəbər verək. O, deməli, cənnət əhlinin olduğu məkandan daha yüksək məkanlar qazanmağı, məqamlarının artırılması, dərəcələrin artması haqqında şəfaət. Və istədədlə hədə bi ənə Nəbi sallallahu əleyhi və səlləm qal Allahummağfir lil-Ubeyd Əbi Amir. Dəlilinə getirirlər Allahumma Ubeyd l-Amirə məğfirət et, bağışla. Allahumma cealhu yevməl qiyaməti fəvqa kəsirin min xalqik. Ey Allahım, qiyamət günü bir çox
məxluqatın üzərində daha əfsəl elə duasını dəlil gətirirlər. Bu, siz İmam Buxarinin, həmçinin Müslimin hədisidir. Peyğəmbər sallallahu aleyhi ve sellemin bu cənazə üçün etdiyi duası şəfaət sayılır. Fi hədithil axar, Allahumma gfir li Əbi Sələmə وَرْفَعْ دَرَجَتَهُ فِي الْمَهْدِيِّينَ. Həmçinin İmam Müslimin hədisində Allahumma Əbi Sələmə məğfirət et və onun dərəcəsini mehdiyinlərdən et. Yaxşı, üçüncü növ şəfaət fi duxul cənnəti bilə hisabin kəmə fil hədis Əbi Hureyra. Yaxşı, bundan qabaqki götürdüyümüz hədisdə Əbu Hureyradan rəvayət olunan hədisdəki kimi cənnət əhlindən hesabsız, əzabsız cənnətə girənlərin şəfaəti. Ədxil min ümmətikə mən la hisabə aleyhi minəl bəbil əyməni. Necə ki, hədisdə gəldiyi kimi, hədisdə bildiyiniz kimi səhihətədir. Ümmətindən hesab üzərinə düşməyən kəsləri sağ cinahdan cənnətə daxil elə hədisidir. Bu da şəfaət vasitəsilə olur. Qal cəmaatü min əhlil ilmi innə hədə xas bin nəbi salsam. Elm əhlinə bir cəmaat dedi ki, bu Allah Rasulü salsama xasdır. Və bunları deyən Qadı İyad və İmam Nəvavidir rahimehullah Teala. Minhac şərh Sahih Müslim İbnil Həccəcə baxa bilərsiniz. Və Suyuti və hasilə indəl İbn Dəqiq Əl-İd və İbn Həcər bunu deyiblər eyni zamanda. Şəfaətü thalitə, üçüncü növ şəfaət. Əş-şəfaətü fi qavmin min əhli təvhidi dəxəlun nara ən yəxrucu minhə və hədi şəfaətü min ə'zəmi ənva'i şəfaət. Ən böyük şəfaət növlərindən biri Allaha şərik qoşmayıb ancaq cəhənnəmə haqq olanların cəhənnəmdən çıxarması şəfaəti. Tövhid əhlidir bunlar, günahları var. Zina ediblər, araq içiblər, asi olublar, günah ediblər, ancaq tövhid əhlidir. Əd-dəlilu alə həzi şəfaəti hədith Ənəs ibn Məlikin ənə Nəbi sallallahu aleyhi və səlləmə qal fəyəqul, ya Muhammed irfə' rəsək və qul yəsmə' ləkə vəsil tu'ta vəsəl tu'ta vəşfi' tüşfə' فأقول يا رب أمتي أمتي فيقول انطلق فأخرج منها من كان في قلبه مثقال شعيرة من إيمان. Hədis həmin uzun hədisdir. Ya Muhammed başını qaldır, soruş sənə veriləcək, şəfaət olunduğun şəfaət et, başımı qaldırıram və deyirəm ey Rəbbim ümmətim, sonra gedirəm cəhənnəmdən çıxartmağa kimi qəlbində buğda və arpa dənəsi qədər belə imanı olan hər kəsi. فأنطلق فأفعل ثم أدعو بمحامده بتلك المحامد ثم أقر له ساجدا فيقول يا محمد ارفع رأسك وقل يسمع لك واسأل تعطى واشفع تشفع فأقول يا ربي أمتي فيقول انطلق فأخرج منها من كان في قلبي مثقال ذرة أو خردلة من إيمان. Yenə də həmişə baş verir. Rəbbimə səcdə edirəm, Rəbbimə həmd edirəm və onu razı qoyuram. Soruş veriləcək, şəfaət olunur, şəfaət et deyiləndə ya Rəbb ümmətim get cəhənnəmdən çıxart, qəlbində bu dəfəki misqalə zərratin toz dənəsi və yaxud da ki nə o qara toxum var, istiot toxumu. O qədər imanı qəlbində olanı belə cəhənnəmdən çıxart. Və gedirəm və cəhənnəmdən onları çıxardıram. Hədis davam edir eyni qayda ilə. Sonra yenə də səcdə edirəm. Sonra yenə də Rəbbim mənə həmd etməyi öyrədir. Allah Taala'nın ən gözəl şəkildə həmd edirəm. Sonra soruş veriləcək. Şəfaət olunur, şəfaət et deyilir mənə, başını qaldır, ya Rəbb ümmətim deyirəm və deyir ki, get və cəhənnəmindən çıxart. Bu dəfə kimlər çıxart? Mən kənə fi qalbihi ədnə mithqal həbbə. Hədisə baxın, 3 dəfə ədnə. Qəlbində zərrədən də kiçik, ondan da kiçik imandan bir şey olan hər kəsi. Fəantaliqu fəəfəal və gedirəm və bunu edirəm. İmam Buxarinin hədisidir. Təkfirçilər üçün burada nişanə var. Təkfir eləməyin yeri yoxdur. Və qala sallallahu aleyhi ve sellem yəxrucu qavmi minən nəri bi şəfaəti Muhammedin sallallahu aleyhi ve sellem fəyədxulunəl cənnətə yüsəmməvnə əl-cəhənnəmiyyin. Həmçinin İmam Buxarinin hədisində Allah Rasulü sallallahu aleyhi ve sellem deyir ki, cəhənnəmdən çoxlu millət çıxacaq, yəni insanlar, böyük bir xalq çıxacaq. Muhammedin şəfaəti ilə cənnətə girəndə onların adı cəhənnəmçilər olacaq, cəhənnəmiyin adlandırılacaqlar. Və qala sallallahu aleyhi və səlləm həttə idə xalasal mu'minuna minən-nar yəquluna an ixvanihimul-ləzina fin-nar. Demək, möminlər cənnətə tam yerləşəndən sonra artıq nədir? Cənnətdə ikən öz qardaşları üçün şəfaət istəyəcəklər. Və cəhənnəm atəşinə düşən qardaşları haqqında deyəcəklər ki, Rabbənə kənə yasumuna ma'na və yusalluna və yəhcun. Rəbbim, bizim qardaşlarımız vardı, bizimlə bərabər namaz qılardılar, həcc edərlər, oruç tutardılar. Fəyəquləhum, Allah Azze və Cəllə deyəcək ki, İxricu mən araftəhum, kimi tanırsız çıxardın. Və deyir, onların cəsədləri cəhənnəm atəşinə
haram ediləcək və çoxlu xalq cəhənnəmdən çıxardacaqlar və artıq onları cəhənnəm ateşi toxunmuşdur ayaqlarına və baldırlarına. Sonra deyəcəklər: Rabbana ma baqiya fiha ahad mimman amartana bih. Ey Rəbbimiz, bizə əmr etdiyin kəslərdən başqa artıq burada heç kim qalmadı. Allah Təala fikir verin bu hədisdə nə deyəcək? Bu hədisə baxın. Feyaqulu irci'u. Xeyr, qayıdın. Fəmən vəcədtum fi qalbihi mithqal dinar. Mithqal dinar qədər qəlbində xeyr tapılan hər kəsi çıxardın oradan. Fəyuxricunə xalqan kəthira və çoxlu insanlar çıxardacaqlar. Thumma yaqulun Rabbana lam nadri fiha ahadan mimman amartana. Rəbbimiz, biz burada heç kəsi tərk etmədik. Yalnız o kəslərdən başqa ki, onları çıxartmaya əmr etdik. Artıq heç kimi tanımırıq burada. Allah Teala nə deyəcək? Thumma yaqulu irci'u faman vəcədtum fi qalbihi mithqal nisfi dinar. Xeyr, qayıdın. Qəlbində yarım dinar belə xeyirdən bir şey olan kəsi çıxardın. Fəyuxricunə xalqan kəthira və çoxlu xalq insanlar çıxardacaqlar. Thumma yaqulun Rabbana lam nazar fiha mimman amartana ahadan. Ey Rəbbimiz, artıq burada bizə əmr etdiyin kəslərdən başqa heç kəsi buraxmadıq. Fikir ver, Allah Teala möminlər şəfaət istədilər, onlara şəfaət verdi. Sonra da Allah Teala öz rəhmətini burada tamamlayır. Xeyr, gedin, yenə də gedin, yenə də gedin, sanki onları dəfələrlə göndərir. Thumma yaqulu irci'u faman vəcədtum fi qalbihi mithqala zarra. Deyir ki, zərrə toxumu qədər, yəni toz dənəsi qədər qəlbində xeyr olan kəslər varsa, yəni xeyrdən əlamət olan kəs varsa, onu cəhənnəm ateşindən çıxardın və deyir, cəhənnəmdən çoxlu xalq çıxardacaqlar. Thumma yaqulu Rabbana lam nazar fiha xeyra. Artıq Rəbbimiz qəlbində xeyirdən əsər əlamət qalan heç kəsi buraxmadıq, hamısını çıxartdıq deyə hədisdə gəlir. Hədisdə bilirsiniz ki, səhid, əlhəmdülillah, bayları yuxarıda qeyd elədik. Bu, həzi şəfaətlə aməli hədin nas. Bu, ümumi şəfaətdir, bütün insanlara aiddir. Burada həm peyğəmbərlər, həm salihlər, həm möminlər, həm mələklər, yəni şəfaət etmə haqqında xəbərlərdən biridir bu. Zəkara min ənva'i şəfa'a, əş-şəfaatu liqavmin təsavət seyyiətihim və həsənətihim ən yədxulul cənnə. Deməli, ümumi şəfaətlərdən də biri nədir? Günahları ilə savabları tam eyni olan insanların cənnətə girməsi üçün şəfaət. Və həulə hum əhlül a'raf. Və məhz bunlar Quran-ı Kərimdə a'raf əhli adlanır. A'raf surəsini bilirsiniz də. Və yəkunu aləl-a'rafi ibtidəən. Fəmkuthun alə zəlikə mə şə'allahu thumma yədxulul cənnə. A'raf deyilən bir yerdə onlar həbs olunurlar, orada qalırlar. Nə qədər qalırlar? Allah Teala bilir istədiyi qədər, Allah Teala təqdir etdiyi qədər qalırlar. Thumma yədxulul cənnə, sonra cənnətə daxil olurlar. Yaxşı. Həl yədxulul cənnə bi şəfaati əm bi rəhmətin minallahi əzzə və cəl ərhamur rahimin. Onlar A'raf əhli. Allah Teala'nın rəhməti iləmi, ərhamur rahimin rəhməti iləmi girirlər, yoxsa bunların da şəfaətə ehtiyacı var? Zəkər İbn Kəthir rahiməhullah hadisən fi ennəhum yüşfə'ləhum. İbn Kəthir hədis gətirir öz təsirində ki, onlara da şəfaət olunur. Əraf əhli deməli bunlar eynirlər. Hamı cənnətə girir, bunlar dururlar, qalırlar orada uzun bir müddət. Allah Teala istədiyi qədər. Niyə görə? Günahları ilə savabları tam eynidir. Nə bir dənə günah artıqdır ki, cəhənnəmə geçsinlər, nə bir dənə savab artıqdır ki, cənnətə də geçsinlər. Tam eynidir. Və qalə Hüzeyfə an ashabil a'rafi qavmun təkəfəət ə'maləhum fəqasurat bihim həsənətihim. Bu sözün sahibi Hüzeyfədir. Və onları bu şey cənnətə girməyə mani olur və cəhənnəmə girməyə də mani olur insanında. Fəcəalu aləl a'raf və onlar A'rafın üzərində dururlar. A'raf həmin o yerdir ki, orada onlar qalırlar. Ya'rifunə unəsə bi siməhim. Fələmmə qadallahu beynəl ibadi ədirə ləhum fi talabi şəfaəti. Demək, Allah bütün insanların hökm verəcək. Cəhənnəmə sürüklədiklərini sürükləyəcək, cənnətə daxil etdiklərini daxil edəcək, onlar orada gözləyəcəklər. Ta hər şey qurtarandan sonra Allahdan onların işinə baxacaq. Və onlar üçün şəfaət tələb olunacaq. Və hədisdə gəlir ki, onlar da Adəmə gələcəklər, sonra İbrahimə, sonra Musaya, sonra İsa'ya, sonra da Həzrəti Muhammed sallallahu aleyhi ve sellem yanına gələcək. Və şahid fihi ənə Nebi sallallahu aleyhi ve sellem qal, Fəvtiyə bihimil cənnə, fəstəftəhu, fəyəftəhu ləhum və ləhum vəli. Və şahid odur ki, deməli, axırda mənim yanıma gələcəklər və cənnətin qapısını açmağa Allahdan izin istəyəcəm. Mənə də açılacaq, onlar üçün də açılacaq. Deməli, İbn Kəsir bunu öz təsirində qeyd edib 219-cu səhifəsində, həmçinin 220-ci səhifəsində, A'raf surəsində baxa bilərsiniz. Yaxşı, məsələ. Yaxşı, an İbn Abbas radiyallahu anhu qal, əs-səbiqu bil-xeyrat yedxulunəl cənnəti bi-qayri hisab. Demək, Quran-ı Kərimdə Fatir surəsində 3 sinif insanlar zikr olunur. Birinci kimdir? Səbiqun
bil xayrati bi idnillah. Yaxşı əməllər görməkdə yarışanlar Allahın izni ilə. İbn Abbas nə deyir bunun təfsirində? Deyir ki, bunlar məhz onlardır ki, sorğu hesabsız cənnətə girən. Vəl muqtasid yədxulul cənnə bi rahmetillah. Muqtasid də o kəslərdir ki, farzlarını qoruyur, nafilələrini də qoruyur. Orta səviyyədədir. Bunlar Allah Taala'nın rəhməti ilə cənnətə girəcəklər. Vəl zalimu li nəfsihi. Bir də nəfsinə zülm etmiş möminlər. Kimlərdir onlar? Və ashab-ül a'raf. Bir ki, ashab-ül a'raf da bunlardan biri ola bilər. Yədxulunəl cənnətə bi şəfaəti Muhammed sallallahu. Bunlar da Həzrət Muhammed sallallahu aleyhi ve sellemin şəfaəti ilə daxil olur. Ravahu at-Tabarani fil Mu'camil Kəbir. Fəqad zəkərəhul Hafiz İbn Hacer fil Fəthi və ləm yuallaq aleyhi. Hafiz İbn Hacer bunu artıq öz fəthində, Fəth kitabında qeyd edib. 11-ci mücəlləd 522-ci səhifəsində və ona təliq eləməyib, yəni aşılama verməyib. Heysəmi də nə deyir? Fi Məcmu' Zəvaiddə bunu rivayət edir. Və fihi Musa ibn Abdurrahman As-San'ani və huwa vadda'. Və bu rivayətdə Musa Abdurrahman San'ani hədis uyduran ravi var. Deməli bu nədir? Bu hədis. Bu hədisdə necə gedir? Hədisdə İbn Abbas'a nisbət olunur ki, ki bunların bəziləri Allahdan rəhməti ilə yox, öz əməllərinə daxil olur cənnətə. Digərləri nədir? Yalnız Allah Taala'nın rəhməti ilə və üçüncü təbəqə insanlar cənnətə daxil olurlar Həzrət Muhammed sallallahu şəfaəti ilə. Bu İbn Abbas'a nisbət olunan bir şeydir. Lakin isbat hada növ min şəfaəti yahtac ilə dəlilin sahih, yahtac bihi. Bu cürə şəfaət növünü isbat etmək üçün bizə güclü dəlil lazımdır. Əş-şəfaətul xamisə, 5-ci şəfaət növü. Əş-şəfaətu li qawmin istahaqqu duxulan nar. Elə bir tayfa üçün ki, onlar cəhənnəmi özlərinə haqq elədilər. Yəni cəhənnəmi qazandılar və onlar üçün şəfaət etmək. Yaxşı, onlar üçün nə üçün şəfaət etmək? Əllə yədxuluhə, girməsinlər, birbaşa cənnətə geçsinlər. Biri var ki, insan cəhənnəmə girir, sonra şəfaət olunur ki, cəhənnəmdən çıxsın. Biri var ki, cəhənnəm bunlara haqdır, yəni bunların günahları var, bunların günahları var, savablarından çoxdur. Onlar üçün şəfaət olunur ki, cəhənnəmə heç girməsinlər. Bu məsələ. Və qad nassa aleyhə cəmaatü min əhlil ilmi kə Şeyx İslam İbn Teymiyyə. Şeyx İslam İbn Teymiyyə kimi İbn Kəthir və Nəvəvi, İbn Hacer və İbn Əbil-İz el-Hənəfi və başqaları, həmçinin Qurtubi bu məsələyə qeyd ediblər. Ancaq təəssüflər olsun ki, heç birinin nədir? Bu məsələdə dəqiq gətirdiyi bir səhih mənbə yoxdur. Qal İmam İbn Kəthir, qal el-Hafiz Əbu Bakr bin Əbi Əd-Dünya fi Kitab el-Əhval. Hani İbn Abbas qal Rasulullah sallallahu aleyhi ve sellem və mə əzalu əşfə hatta u'tiya sikəkən bi ricalin qad bu'itə bihim ilən-nar. Deməli, İbn Kəthir Hafiz Əbu Bakr İbn Əbi Dünyadan rivayət edir ki, İbn Abbas belə dedi. Allah Resulü sallallahu aleyhi ve sellem İbn Abbasın rivayətində və şəfaət eləyəcəm ta o vaxta kimi ki, axırın nə qurtaracaq? Elə bir kişilərlə ki, artıq cəhənnəmə onlar yalnız onlar cəhənnəmə xasdır, cəhənnəmə onlar yalnız layiqdirlər. Təəssüflər olsun ki, o rava hədəl hədis hakim fil mustadrak, hakim bunu öz mustadrakında rivayət eləməklə bərabər və ravahu at-Tabarani fil Mu'cam al-Awsat və həmçinin başqa bu hədisdəki nədir? Səhih deyil. Və huvə qalil hədis, yecmə hədisəhu və hədis qaribun fi əxbar şəfaəti və qal el-Heythəmi min məcmu' zəvadi və fihi Muhammed ibn Thabit el-Bennani huvə daif. Deməli, İmam Heythəmi rahiməhullah zəvaiddə deyir ki, bu hədisdə zəifdir, çünki orada Thabit el-Bennani adında ravi var, o ravi bizdə etibarlı deyil, zəifdir. Bu məsələ də əlhamdülillah alə kulli hal, yəni isbat olmayan məsələlərdən biridir, qaranlıq qalan məsələlərdən biridir, şəfaət babında. Və hunaka hadis axar, və o zəif aydan. Başqa hədisdə var, təsvir olsun ki, o da zəifdir bu məsələdə. Fəan Cabirin radiyallahu anhu qala qala Rasulullah sallallahu aleyhi ve sellem liqari el-Qur'ani izə əhələ halaləhu və harrama haraməhu ən yeşvə fi əşrətə min əhli beytihi kulluhum qad vəcəbətəhum nar. Təsvir olsun ki, bu hədisdə zəifdir. Bu məsələ qaranlıq gətirir, açıqlıq gətirə bilər bu hədis. Deməli, hədis Cabirindir, Allah ondan razı olsun. Allah Resulü sallallahu aleyhi ve sellemdən belə rəvat edir ki, Allahın kitabını oxuyan, yəni əzbərləyən, hafiz, yəni qaril Qur'an, onda olan halalı halal edərsə və onda olan haramı haram eləyərsə, öz əhlindən, öz ailəsindən 10 nəfərə şəfaət etmək iqtidarı verilir. O halda ki, onlar hamısı cəhənnəmə artıq yazılmışdılar. Bu hədis də bilirsiniz ki, dediyimiz kimi zəifdir. İmam At-Tabarani fil Mu'cam al-Awsatda, həmçinin Beyhaqi fi Şa'b-ül İman və həmçinin Heythəm, İmam Heythəm zəvaiddə bunu gətirir və fihi Ca'far ibn al-Harith və huwa zəif. Burada ravi var, Ca'far ibn Harith və o ravi zəifdir. Və zəafəhu Şeyx el-Albani fi Sahih, həmçinin
Şeyx Əlbani rahimehullah hədisi zəif görür. Ravilər görə nəysə muxtasar. Qal İmam İbn el-Qayyim ba'd an zəkara thubut 5 anwa' min eş-şefa'ati ve yabqa naw'an yadhkurahuma kathir min an-nas ahaduhuma al-ahadith sariha fi anna eş-şefa'ata fi ahli at-tawhid min arbab al-kaba'ir inma takunu ba'da dukhulihim an-nar ve men yashfa' fihim qabla dukhulihim fala yadkhuluna falam azfar fihi binas. Deməli, İmam İbn el-Qayyim rahimehullah xülasədə onun sözünü gətirim. Deyir ki, dəlillərin hamısına baxanda görürük ki, dəlillər nədir? Dəlillər cəhənnəmə girəndən sonra oradan çıxma şəfaəti haqqında xəbər verir. Ancaq təəssüflər olsun ki, yəni cəhənnəmə layiq olmaqla tövhid əhlindən birbaşa cənnətə keçmək haqqında heç bir dəlil tapa bilmədik. Və qalə İbn el-Vəzir rahimehullah لأن الشفاعة إنما هي شفاعة من النار بعد دخولها. İbn el-Vəzir nə deyir? Deyir ki, buradakı şəfaətlər nədir? Həqiqətən məhz cəhənnəmə girəndən sonra olan çıxarılma şəfaətləri haqqında olan xəbərlərdir. Və səbəb ənə hədə nəv səbit. Şeyx Salih Sindi, kitabın sahibi, əlindəki olan kitabın sahibi deyir ki, doğrusunu Allah bilir. Doğrusu odur ki, bu cürə şəfaət də sabitdir. Yəni gəlib. Yəni tövhid əhlidir, əməlləri azdır. Əməllərin az olması cəhənnəmə birinci girməyə onlara səbəb olur, ancaq onlara şəfaət olunur və cənnəti birbaşa keçirlər cəhənnəmə girmədən. Və qad dəllə aleyhi dəlilən. İki dənə dəlil var ki, bu məsələyə aydınlıq gətirir. Fəqad qal Hafiz ibn Hacer və dəlilü thalitə qavluhu fi hadisi Hudeyfə an Muslim və nəbiyyukum alə siratin yəqul Rabbi səllim. Deməli, iki dənə dəlil məsələyə aydınlıq gətirir. Hafiz ibn Hacer nə deyir? Və dəlilü thalitə Hüzeyfənin hədisində, bu hədisi də İmam Müslim rivayət edir, əlhamdülillah, demək hədis səhihdir. Və nəbiyyukum alə sirat, sizin peyğəmbəriniz sallallahu aleyhi ve sellem öz haqqında deyir ki, və sizin peyğəmbəriniz siratın, körpünün üzərində durub, deyir ki, ey Rəbbim, salamət et, salam, yaxşı, əlhamdülillah. Və qalə fi mevdu' axar, bə'də ən ətə bi rivayət, hədis, Allahümə səllim, həmçinin başqa yerdə İmam Müslim bir çox rivayətləri gətirəndən sonra Allahümmə səllim iki dəfə. Yəni Allah Resulü səsən körpünün üzərində duraraqdan Allahümmə salamət et deyə onlar üçün dua edir. Və Tirmizi min hadithil Mughira. Həmçinin İmam Tirmizinin Mughira'dan rivayət etdiyi hədisində şi'al mümininə alə sirat Rabbi səllim. Yəni nədir? Möminlər körpünün üzərində qalxanda peyğəmbərlər, həmçinin möminlər deyəcəklər ki, Allahümmə salam Rabbi səllim Rabbim salamət elə. Və damir fil əvvəl lir-rusul. Hədisləri cəmələyəndə birinci damir, yəni işarə burada elçilərə qayıdır. Sanki elçilər deyir ki, Rəbbim salamət elə onlara, salamət elə. Yəni burada şəfaətin bir növünə dəlat edir. وَلَا يَلْزَمُ مِنْ كَوْنِ هَذَا الْكَلَامِ شِعَارِ لِلْمُؤْمِنِينَ أَنْ يَنْطِقُوا بِهِ بَلْ نَطَقَ بِهِ الرُّسُلُ يَدْعُونَ لِلْمُؤْمِنِينَ بِالسَّلَامَةِ وَيُؤَدِّنُهُ قَوْلُهُ فِي رِوَايَةِ سُهَيْلٍ فَعِنْدَ ذَلِكَ Hələt şəfaəti və ümumi olaraq, xulasa olaraq, dəlil olaraq bu kəlimələrdən nə çıxardırıq? Allah Resulü s.ə.v-in İmam Müslimin hədisindəki Süheylin rivayətində Allah Peyğəmbəri s.ə.v nə deyir? Və bunun səbəbi ilə şəfaətimə nail oldular və mən onlara Allahümmə salamət elə deyəcəm. Deməli, dua eləyən kimlərdir? Peyğəmbərlərdir. Yəni, Həzrəti Muhammed s.ə.v dua eləyir onlar üçün. وَالدُّعَاء بِالسَّلَامَةِ فِي هَذَا الْمَوْضُعِ نَوْعٌ مِنَ الشَّفَاعَةِ Və bu yerdə, bu cürə dua eləmək, möminlər üçün səlamət istəmək nədir? Şəfaətin əlamətidir, bir növdə. وَهَذَا حَدِيث آخر صحيح يدل على هذه الشفاعة وهو قوله صلى الله عليه وسلم شفاعتي لأهل الكبائر من أمتي. Həmçinin başqa səhih hədisdə bu məsələ aydınlıq gətirir. Bu hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm nə deyir? Mənim şəfaətim ümmətimin ən böyük günah işlədənlərinə də aiddir. Yəni, ümmətimin ən böyük günah işlədənləri də mənim şəfaətimə nail olacaqlar. Bir dənə şərt nə deyil? Qardaş, tövhid əhli olması şərtdir. Bu hədisin isnadına baxaq. Ravah İbn-i Hibban fis-Sahihihi İbn Hibban səhih silsiləsində 14-386 səhifəli kitabın həmçinin 6467 rəqəmli hədisində və 6468 nömrəli hədisində qeyd edilib. Bu Hakim fi Mustadrak, həmçinin İmam Hakim öz Mustadrakının 1-ci mücəllədinin 139-cu səhifəsinin 228-ci hədisində və Tirmizi fi Sunanihi, İmam Tirmizi Sunaninin 545-9-cu səhifəsində
Hansı nömrə hədisdə? 2435 nömrə hədisində. Və Əbi Davud fi Sunani. Həmişə İmam Əbu Davud bunu rivayet edib. 711-ci səhifəsində 4739 nömrə hədisində. Qalə Tirmizi, "Hada hadisun hasanun sahih qarib." İmam Tirmizi deyir ki, bu hədis həqiqətən nədir? Sahihdir, qəribdir min hadal vacih. Bu cəhətdən qəribdir. Və fi bab an Cabir. Çünki Cabirdən rivayet olunur başqa rivayətlər. Və sahahu Şeyx Əlbani fi Mişkah. Həmçə İmam Şeyx Əlbani rahimehullah Mişkah kitabında silsiləsində bunu sahih hədislər sırasında sayır. Və qal İmam el-Hakim hada hadisun sahihun ala şart şeyxeyn. İmam nədir? Hakim deyir ki, İmam Buxari Müslimin şərtləri ilə səhihləşdirilmiş bu hədisdir. Qaləm yuxrica o baxma ki, İmam Buxari Müslim çıxartmasa bunu, bir hədə lafz bu lafzla çıxartmasa belə. Nəsə hədis səhihdir, elhamdülillah. Yaxşı, əl-əvvəl. Yaxşı, burada işarə var da təkfirçilərə ki, təkfir eləməklərinə vaz keçsinlər. Çünki onlar təkfir eləməklə həm Allahın işinə qarşılar, həm də ki, Allahın Rasulunun işinə qarşılar, Allahın izni olduğu halda. Ümmətimi deyir, ən böyük günah işlədənləri şəfaət edəcəm. Xavariclər deyir, böyük günah işlədənləri İslamdan çıxardır. Allahu akbar. Əl-əvvəl, əhlül kəbər. Lafz əm fəvə yeşmilullezine dəxəlun-nar vəllezine ləm yədxuluhə. Əhlül kəbər ümumi ləfsdir, o əhatə edilməyi, atəşə girənləri və atəşə girməyənləri. Necə? Mülahazə. Yəcib ət-tənbih aleyhə qablə şurur fi vəcih thani. Ya'lam ibtida'an anna Allah innama yaqbalu şəfaətə şəfi'in ikraman liş-şəfi'in. Birinci sən bunu Quranda sığ eləməlisən ki, Allah Taala şəfaətçilərin şəfaətini onlara ikram və onlara göstərdiyi lütfünə görə qəbul edir. Çünki onlar nədir? Allah Taala'nın yanında möhtərəm qullardır. Faqad ja'a hadal ma'na fi kalam Şeyx Ül-Üseymin rahimehullah faqad qal inna Allah subhanahu wa ta'ala ya'zan biş-şəfaati limen yashfa' min ajli an yukrimahu. Şeyx Üseymin rahimehullah buna oxşar məsələdə nə edib? Öz gözəl sözünü deyib, həqiqətən Allah subhanahu wa ta'ala ya'zan biş-şəfaati, şəfaət izni verəcək. Kimə verəcək şəfaət izni? Kimdən razıdır? Nə məqsədi ilə? Onlara öz ikramını göstərmək üçün. Yəni, ya Həzrət Muhammed, sən həqiqətən Allahın ikramına layiqsən, eləsə şəfaət olundun. Və aleyhi fəyuqal fil vəcih thani inna qabulə şəfaəti şəfi'i fihim qablə duhulihin-nar aqva əbləq fi təkrim. Və Şeyx Salih Sindi buradan istinbat çıxardır. Ona görə də Allah Taala'nın səxavətindən daha yəni aydın olardı ki, daha aydın yəni əlamət olardı, səxavət əlamət olardı ki, Allah Taala bu cür şəfaəti də onlara necəsə versə, cəhənnəmə girmədən birbaşa cənnətə keçmə izni şəfaət vermək. Allah Taala'nın son səxavəti artıq nədir? Son ikram nümunələrindən biri ola bilərdi. Yəni daha ikram əlamət ola bilərdi. Aqva və əbləq fi təkrim min qəbuli şəfaəti fihim bə'də duxulihin-nar. Və hədə dəlil səlis. Huwa ittifaq əhl-sünnə. Həmçinin üçüncü dəli nədir ki, Şeyx Salih Sindi buradan nə edir? İstəyir ki, desin ki, bu cürə şəfaət də bizdə sabitdir. İnsanlardır, möminlərdir, tövhid əhlidir, günahları, savları var. Nədir? Sadəcə olaraq nədir? Birinci cəhənnəmə girməlidirlər, çünki günahın biri çox gəldi. Birinci cəhənnəmə girməlidirlər, sonra cənnətə girməlidirlər. Nədir? Onlar birbaşa cənnətə keçirlər, cəhənnəmə girmədən. Bu cür şəfaəti Şeyx Salih ispat eləmək istəyir. Üçüncü dəlil nədir? Onlara şəfaət ediləcək, birbaşa cənnətə girəcəklər. Bu əhl-i sünnə və cəmaatın ittifaqıdır. Yaxşı Şeyx Salih, bu ittifağı hardan götürdün sən? O ittifaq əhl-i sünnəti alə şəfaəti tə'məlu fi əhlil kəbair qablə duxulun nar. Və dəlikə ənə Şeyx el-İslam və kədəl Qurtubi və başqaları nəqalu ənəl xavaric bil-mu'tezilə ənkəru hədə nə'u. Deyir ki, mən bu dəli harada çıxartdım? Deyir, çünki Şeyx el-İslam rahimehullah və Qurtubi və başqaları xavaricilərin və mütəzililərin əqidəsi və onları rəddi olaraq bu cür şəfaəti ispat eləmişlər. O deməkdir ki, onlar bu cür şəfaəti inkar edirlər. Əgər onlar bu cür şəfaəti inkar edirlərsə, avtomatik nədir? Artıq bu cür şəfaət var ki, Şeyx İslam İbn Teymiyyə və Qurtubi başqaları da bu cür şəfaəti ediblər, müdafiə ediblər və onların əleyhinə rəddiyətlər yazıblar. Nəşb bu şeydə ittifaq var. Buradan istifad çıxardır. Mütəzilə ənkaru hədə nəvr minə şəfaə ey əş-şəfaəti fi əhlil kəbair qablə duxulun nar. Deməli, hansı növ şəfaətdir? Böyük günah işlədənlərin şəfaəti ki, onlar cəhənnəmə girməli idilər, birinci cənnətə keçirlər, cəhənnəmə artıq girməyəcəklər, onlara bağışlanacaq şəfaət olacaq. Fədəllə alə ənəhə muttəfəqun aleyhi beyin əhli sünnə. Və bu deyir, Şeyx İslamın bu cürə münazirası, yəni onun mübahisəsi və rəddiyəsi əhl-i-sünnə və cəmaatın bu məsələdə nədir? Razı olmasına dəlalət edir, ittifaq olmasına dəlalət edir. Mövzudundur. Və sallallahu alə nəbiyyə Muhammedin və alə alihi və səhbihi ecmain.